Məsələn, soyuqlayanda, adam belə üşüdəndə, məsələn, necə özümüzü müalicə eləyək? Hələ ev şəraitində də o ilkin yardım deyək, bax o. Vallahi, düzü nə düzü, çox gözəl effekt verir, ucuz və tez təsir eləyir Perix. 3%'dir. Bərabər miqdarda su ilə qarışdırırsan, burun boşluğuna tökürsən, elə bil 5 qram hazırlayırsan, yarı su dediyim kimi, yarıda 3%'dir Perix. Yandırır, narahat eləyir. Təqribən 10-15 dəqiqədən sonra görürsən ki, effektini duydu. Çox sürətlə. Perixlə. Perix. Sonra Perix istifadə eləmədən, məsələn, qabaq soğan suyu istifadə edirdilər. Soğan suyu da gözəldir. Soğan suyundan güclü heç nə yoxdur. Doğrudan deyil. 2 saatdan bir tövsən, bir gündə sən artıq həll olmaz. Virusu məhv eləyir. Bu da soğan suyumuz. Soğan suyu. O da, məsələn, mən onu tökürəndə su qatdırmıram. Biraz əziyyət çəkirəm, effektini görürüm. Uşaq olanda uşağa mütləq su qatmaq lazımdır. Soğan suyu. Yəni, pipetkaya doldurursunuz, ya da şprisə doldurun, ən qəşəngi. Pısıldığa belə şeylə, zərblə yox, udarla yox da, balaca, yavaş-yavaş damızdırın, adam askırdar o, elə askırtmaq yaxşıdır məncə. Nə eləyir eləsə adamına baxır. Adam var istəyirsən, nə qədər tökürsən, tök askırtmır, adamına baxır. Ancaq ən əsas odur ki, çox sürətlə virusu məhv eləyir. Soğanın suyu. Soğanın suyu. Sonra sarımsaq kəsib stolun üstə qoymaq lazımdır. Bir diş səhər gün orta axşam yemək lazımdır. Sonra sodanı həll edirsən. İçirsən. Yox. İçərisinə də bir çay qaşığı sodanı, bir stəkan suda həll edirsən, isti suda. 5 damcıda, 3 damcıda yod əlavə edirsən, ondan qarqar eləyirsən. İndi gedən gedəcək, qarqar eləyirsən. Çox gözəl effekt verir. Bəhməz, doşab, tut bəhməzi. Çox gözəl effekt verir. Mən hər gün içirəm bəhməz. Elə mən də bir gün dəyişmişəm, hər gün içirəm. Deməli, izləyicilərimizə deyim. Məsələn, axşam yatanda da bir görürəm ki, adamın ilə ağzının dadı qaçır axı. Götürəm bir çay qaşığı və yaxud bir xörək qaşığı dolu bəhməz, bir stəkan suya, qarışdırıram, içirəm. Və yaxud daha belə ləzzət istəyirsinizsə, mən deməli, kokteyl aparatı kimdə varsa, onun içinə tökürəm, orada biraz çalxanasını, biraz da qatılaşır. Çox ləzzətli bir... Bal da 2 saatdan bir ağzında sorursan, boğazın gül kimi təmizləyir. 2 saatdan bir. Boğazına da saxlayırsan, suya qatmırsan.